Nəticə budur. Hər kəsə salam. Bugün sizdən bir yerdə nudul hazırlayırıq. Qabdakı nudullardan ilk dəfə idi ki alırdım. Mən də necə olacağını bilmirdim. Burada marketdən aldığım digər məhsulları da göstərdim. Hər bir məhsulu sevərək alıram. Necə bişirilməsinin üstündə qeyd olunmuşdu. Ona görə paketi açdım, içindəkilərə baxdım. Bunu əlimlə göstərirəm. İçində çəngəl ola, mən niyə çəngəl boşab gətirdim? İçində hər bir şey tökdüm. Baharatlardan hamısına çox gözəl iyi gəlirdi. Bu qədər su bəs eləmədi. Mən biraz da su tökdüm. Biraz gec oldu. Mən bunu çörəkdən yeyən bir insan kimi deyirəm ki, həqiqətən də bu qədər silik çörək mənə bəs elədi. Hələ üstünə ketçup da sürdüb yedim və çox ləzzətli idi. Burada bir görsəl şöləni göstərmək istədim sizə, amma ancaq bu qədər alındı. Arada istədim ki, aldığım şokoladdan bir stəkan çay içim. Burada gördüyünüz mənasız gələ bilər, amma bu başqa bir videodur. Üstünə mahnı əlavə olunsa çox gözəl görünəcək. Bəli, bananlardan çörəyi eyni boşqaba qoydum, çünki əlavə boşqab işlətmək istəmədim, amma bir-birlərinə toxunmurdular. Bu hissələri siz baxmayın. Hələlik.